bu xalq müxalifət olduqca bu ölkə azad olacaq, müxalifət olmayınca azad olmayacaq. Bizim nifrət edəcəyimiz bir adres var, bir ünvan var, o da bugünkü iktidardır. Niyə nifrət edir? Çünki xalqın problemlərini həlləmək istəmir, konstitusiya riayət eləmək istəmir və Azərbaycanı çox belə dərin uçurumlara sürükləyir. Bugün mən dünənki Yasrağınki proqramımızda dedim, Rusiyada bir uşağı olan adama o qədər gözəl şərait yaradırlar ki, bunun uşağı var deyə. 2 uşağı olan ondan gözəl şərait yaradırlar. 3 uşağı olan daha böyük şərait, gözəl şəraitlər və insanlar orada evlənməkdən, ailə qurmaqdan belə deyək də, yəni ailə qurmaq üçün sino gedirlər ki, mən onsuz da yaşayacağım və mənim uşaqlarım olacaq, böyüdəcəm. Amma Azərbaycanda isə uşaq pulu belə verilmirsə, uşaq pulunu belə cəmaatın, necə deyərlər, insanlara çox görürlərsə və bir dənə belə barmağını beyləməklə Trumpa milyard verirsə və ya da ki, başqa yerə milyard verirsə, məsələn, hər yerə, başqa ölkələrə nə qədər istəsələr pul verirlərsə, amma Azərbaycan xalqına bunu əsirgirlərsə, buna qarşı mübarizə aparan insanlar var Azərbaycanda. O insanların birliyi lazımdır. Bəli, bəzi adamları soxuşdurublar, zorla soxuşdurublar bu müxalifətin içərisinə. Və bu soxuşdurmaların nəticəsində də gəlib belə bir vəziyyət yaranır ki, indi iqtidar, müxalifət də iqtidar kimi bir şey olur, iqtidar da müxalifət kimi bir şey olur. Yəni, hamısı bir-birinə qarşıbla bu xalqın bir araya gəlməsinin, birgə mübarizə aparmasının qarşısını alırlar.